Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Bugünkü mövzumuz sonata formasından işlənmə haqqında olacaq. İntensiv inkişaf bütövlüklə tipik sonata formasında əhəmiyyətli əlamətlərdən biri hesab olunur. Lakin işlənmədə həmin əlamət xüsusi qüvvə ilə təzahür olunur. Çünki işlənmə ekspozisiya və reprizdən fərqli olaraq mövzuların ilk təqdimi məsələsindən və ya onların yenidən hasil olunmasından azaddır və adətən onların başdan başa inkişafını təmsil edir. Ekspozisiyanın mövzuları və onların ayrı-ayrı elementləri işlənmədə yeni vəziyyətdə, yeni münasibətdə və əlaqədə ola bilərlər. Ekspozisiyanın daha sabit təqdim olunan mövzu materialı işlənmədə necə deyərlər, yeni hərəkətə gələrək yeni əlamətlər, yeni xüsusiyyətlər aşkar edir. Dramatik əsərlərin inkişafında olduğu kimi, qəhrəman yeni şəraitə düşərkən öz xasiyyətində yeni əlamətlər aşkar edir. Bir çox əlamətlərinə görə işlənmə, sadə üç hissəli formanın genişlənmiş və inkişaf etmiş mərkəz hissəsini xatırladır. Bura ilk növbədə tonal dəyişikliyə aiddir. Tez-tez olunan modulyasiyalar işlənməyə arası kəsilməz hərəkət, fəaliyyət, cəhd, mübarizə, həyəcan, bəzən dolaşıqlıq, axtarış və sair xasiyyəti verən əsas amillərdən biri hesab olunur. 19-cu əsrin ortalarında, məsələn, görkəmli rus musiqişünası Laroşun əsərlərində işlənmə, sonata allegrosunun modulyasiyalı hissəsi adlanırdı. İşlənmədə əsl mövzunun işi də az əhəmiyyət kəsb etmir. Onun əsas üsulu ayrılmaqdan, parçalanmaqdan və mövzunun ayrı-ayrı hissələrinin geniş, sərbəst inkişafından ibarətdir. Bu, adətən quruluşun ardıcıl bölünməsi ilə əlaqədardır. Parçalanan quruluşun belə zənciri bir qayda olaraq nəhayət birləşir, nə cümlə, nə də ki period yaratmır. Lakin adətən bu və ya digər tonallığın dominantası üzərində dayanacağa gətirib çıxarır. Bundan sonra işlənmənin yeni bölməsi başlanır. Məsələn, Beethovenin 15-ci fortepiano sonatasının birinci hissəsi kimi. İşlənmədə mövzunun hissələrinin təkrarı hərfi mənada ola bilər. Lakin əksər hallarda sekvensiyalı, variasiyalı və ya sərbəst şəkildə dəyişilmiş ola bilər. Bir mövzulu üç hissəli formanın inkişaflı orta hissəsindən fərqli olaraq, sonata işlənməsi müxtəlif mövzuların motivlərini bilavasitə müqayisə edə bilir, həmin motivləri kəskin surətdə toqquşdurur və ya əksinə onları vahid melodik törəmədə qovuşdurur. İşlənmələrdə müxtəlif mövzuların kontrapunktlu birləşmələrindən də istifadə olunur. Bu isə bir mövzunun polifonik inkişafını, bəzən isə ona yeni kontrapunktlu səsin birləşməsini xatırladır. İşlənmələrdə qısa melodik parçalar çox vaxt bir səsdən digərinə keçirilər. Nəticədə faktura imitasiyalı polifonik xasiyyət alır. Bəzən işlənmələrdə kanonlara, həmçinin fuqataya, hətta fuqaya da təsadüf etmək olar. Məsələn, Beethovenin 28-ci fortepiano sonatasının finalı kimi. İşlənmə bütövlükdə ekspozisiyanın materialı əsasında qurulsa da, ekspozisiyanın özündə işlənməli inkişaf anları ehtiva olunca da, işlənmə ifadəliyinin xasiyyətinə və öz ümumi quruluşuna görə ekspozisiya ilə təzadlıq təşkil edir. Bu isə bəzən obrazlı təzadlıq elementləri ilə bağlıdır. Belə ki, bir çox klassik sonata formalarında ekspozisiyalarda major tonallığı üstünlük təşkil edir. İşlənmə isə fuqanın orta hissəsində olduğu kimi lat təzadlığı verir. Ekspozisiya mövzularının işıqlı koloritini tutqunlaşdıraraq, əksər hallarda minor tonallıqlarından istifadə edir. Bu, ümumi tonal dəyişikliyi və işlənmənin başqa əlamətləri ilə birlikdə musiqinin dramatikləşməsinə kömək edir. Bəzən ona həyəcanlı, anlaşılmaz xasiyyət verir. Məsələn, Mozart 7 nömrəli do major fortepiano sonatasının birinci hissəsi kimi.
Şostakoviçin simfoniyalarında, məsələn 5-ci simfoniya, işlənmə bəzən ekspozisiya ilə kəskin obrazlı təzadlıq təşkil edir. Bugünlük bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.